Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, 3 otaq 55.000 manat. Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, Dönüngə 6. Çox əla bir yerdə, sağlam bir ərazidə əziz dostlar. Üstü paket, 3 otaqlı evimizdir, cütdaşla tikilib. Həyətinə maşın girmir, paltar atmağa yeri var dostlar. Tam təmirli evdir. Gəl qardaşım. Əziz dostlar, gördüyünüz kimi yaxından içəri girəndə sağda kombi sistemidir. Biraz görsən, paltar atmağa yeri burada əziz dostlar. Yəni, diqqətlə baxın. Qoşaz açdı. Daxil olduq evimizin həm dəhliz, həm də mətbəxin əziz dostlar. Mətbəx də burada yerləşdirilir. Çox yüksək yer verilməyib ona görə. Baxın, ev telefonu, internet. Hal-hazırda əziz dostlar, evdə yaşayış var. Hamamçamızı Bir göstərir. dənə sanfar qoxşanı görsər. Tam təmirlidir gördüyünüz. Evdə yaşayış var əziz dostlar. Stikolalar da tam. Onu bilmirəm, amma tam təmirlidir. Bir qonaq otağı da buradadır. Baxın, qonaq otağında gəl bura kral. Qonaq otağı, Yataq otağını üzr göstərir. istəyirik əziz dostlar. Yataq otağı da buradadır. Yataq kifayət qədər bir ölçüsü var. Baxın, burada belə bir gözəl bir qarşılıq yığılıb. Divardan da görsəndiyi kimi əziz dostlar, cütdaşdı. 55.000 manat. Bir yataq otağı da burada. Sizə sonda təqdim edəcək dostlar. Hələlik sizə qonaq otağını təqdim edirik. Deməli, 6'nın 4'ə. 6'nın 4'ə 24 kvadrat. Əziz dostlar, 24 kvadrat. Normal ölçülü evdir. Evimizin tam yaşayış sahəsi, əziz dostlar, yaşayış sahəsi 75 kvadrat metrdir yaşayış sahəsi. Ümumən sərəncamda, bələdiyyə sərəncamında 107 kvadrat göstərilir. Bələdiyyə sərəncamı var bu evin. 107 kvadrat göstərilir. İndi deyərəm ki, həyətə, divarlara da çıxın nəsə. 75 kvadrat tam evimizin, əziz dostlar, yaşayış sahəsidir. Sonra bir dənə o yataq otağında, desk otağında görsət, kiçik otağı. Yox, kiçik görsət. Hə, nəsə bir desk otağıdır, balaca bir otaqdır. Gördüyünüz kimi buraya indi artıq eşlərin ilginiz var. Demək əziz dostlar, marketlara çox yaxın məsafədədir. Evin lap yaxınlığında, 56 metrində böyük marketlər var. Asfalt da elə həmin məsafəyə qədərdir. Dostlar, Biləcəri qəsəbəsindədir, çox sakit bir yerdədir. Altından, üstündən evin heç bir yüksək kommunikasiya xətləri keçmir. Tam sağlam bir yerdədir. 55.000 manat çıxarılıb satışa. İnşallah ki, indi ev sahibi tərəfindən qiymətə də razılaşmalar olacaq. Bilmirik nə qədər endirəcək. Ev sahibi ilə danışılacaq əziz dostlar. Çox yaxşı, normal. Bu iki gün həqiqətən də Biləcəridə normal qiymətdir. Çataq belə bir şey yox. Allah xeyir versin, Allah'ın da satana da inşallah əziyyəti keçən bizlərə. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib videolarımızda rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan əmlaklarımızdan, torpaqlarımızdan, evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışda əmlakınız varsa bizimlə əlaqə saxlayın, gələk çəkək, paylaşaq və satılmasında köməklik göstərək. Allah evi olmayanlara ev qismət eləsin inşallah.